Mayın 5 Azərbaycanda 32 dərəcə isti gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 15-18, gündüz 24-29 dərəcə isti olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Temperatur 25-30 dərəcə isti gözlənilir. Azərbaycan əksər rayonlarında hava yağmursuz keçəcək, lakin bəzi dağ təyi və dağlıq rayonlarda arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 15-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 15-19, bəzi yerlərdə 21-25 dərəcə isti olacaq. Nazirlik eyni zamanda gözlənilən yağıntılarla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir: İyunun 4-də və 6-sında Azərbaycanın əsasən dağ-təyi və dağlıq rayonlarında havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi yerlərdə daha da güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava ilə əlaqədar çaylarda sululuq artacaq, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi də ehtimal olunur. Nazirlik gözlənilən qeyri-sabit hava şəraitində əhalini ehtiyatlı olmağa, eləcə də təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xətt açıqdır deyə məlumatda qeyd olunub.